Salam değerli izləyicilər, Azərbaycanda qaz istifadəsinə görə sabit tarif tətbiq ediləcək və bu məsələ Milli Məclisdə qəbul olunan qaz təchizatı haqqında qanunda öz əksini tapıb, bəs limitlər ləğv edilə bilərmi? Xəbəri axıra qədər izləməmişdən öncə burada üstəgəl işarəsinə bir dəfə toxuna bilərik. Dəyərli izləyicilər, qaz şəbəkəsinə qoşulmuş bütün sayğacılar üçün istehlakçılardan hər ay 1 manat məbləğində sabit ödəniş tutulacaq. Bu ödəniş qazdan istifadə edilib edilməməsindən asılı olmayaraq ediləcək və qaydanın 2026-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulur. Bəs maraqlıdır ki, sabit tarifin tətbiqindən sonra qaz limitlərinin ləğvi məsələsi gündəmə gələ bilərmi? Azərqazdan bildirilib ki, bu onların səlahiyyətlərində deyil. Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üzvü Naqif Həmzəyev isə öz açıqlamasında qeyd edir ki, praktik olaraq prosesin necə işləyəcəyi ilə bağlı detallar hələlik bəlli deyil. Tezliklə aidiyyatı qurumlar tərəfindən ətraflı açıqlama veriləcək. Qeyd edək ki, qaz enerjisi üzrə limitlər 2016-cı ildən etibarən qüvvədədir.